Nəsimi Nəbizadə və digər narkotik asıllığından əziyyət çəkən insanları kim, harada müalicə etməlidir? Əziz dostlar, narkotik asıllığı bir xəstəlikdir və bu xəstələrlə həkim, psixiatrlar məşğul olur. Yəni, bu bir psixiatrın sahəsidir. Bəs həkimlər harda fəaliyyət göstərir? Təbii ki, bir həkim tibb müəssisəsində fəaliyyət göstərir. Yəni, Nəsimi Nəbizadə digər narkotik asıllığından əziyyət çəkən xəstələri həkim, psixiatr bir tibb müəssisəsində müalicə etməlidir. Yəni, bu cür xəstələri dua ilə, hədislə, Quran ayəsi ilə, oxuyub üfürməklə dırnaqarası müalicə etmək mümkün deyil. Bir mütəxəssis tibb müəssisəsində bunu müalicə etməlidir. O ki, qaldı Nəsimi Nəbizadənin olduğu Qurtuluş Reabilitasiya Mərkəzinə, o mərkəzin müdirinin bir neçə dəfə sosial mediada çıxışları qarşıma çıxdı. Açığı mən o insanın səmimiyyətinə inanıram. İnanıram ki, sırf Allah rizası üçün Nəsimiyə və digər insanlara kömək etmək istəyir. Amma kömək etməyində düzgün bir yolu var. Yəni, bir tibb müəssisəsi və o müəssisədə bir həkim bu xəstələri müalicə etməlidir. Və əgər kimsə sırf Allah rizası üçün narkotik asıllığından əziyyət çəkən insanlara kömək olmaq istəyirsə, bunun bir düzgün yolu var. O şəxsləri bir həkimə yönəldəcəksən və həkimin aylıq ödənişlərini sən verəcəksən. Bu şəkildə Allah rizası üçün həmin xəstələrə kömək etmək olar. Mən bilmirəm ki, Nəsiminin olduğu o Qurtuluş Reabilitasiya Mərkəzində həkimlər var idimi? Bu xəstələrlə kim məşğul olurdu? Ümumiyyətlə tibb müəssisəsidirmi? Tibb müəssisəsidirsə bir dövlət tərəfindən qeydiyyata alınmalıdır. Onlara fəaliyyət göstərmələri üçün rəsmi bir icazə verilməlidir. Mən bilmirəm hansı şəkildədir. Amma dediyim kimi, bunun bir qaydası var. Əgər kimsə narkotik asıllığından əziyyət çəkirsə, onu bir həkim tibb müəssisəsində müalicə etməlidir. Yəni, gündə bir reabilitasiya mərkəzi açır, məlum deyil orada o xəstələrlə kim məşğul olur, həkim varmı, yoxmu? Bu yanlışdır.